Əgər kimsə sizə desə ki, paltar qurudan boş şeydir, ona inanmayın. Çünki bir vaxtlar inananlardan biri də özüm olmuşam. Ki bu sözləri yalnız bu avadanlığı olmayanlar danışa bilər. İstifadə edənlər isə ola bilməz ki, narazı qalsınlar. Amma nə yaxşı ki, son anda qərarımızı dəqiqləşdirib 1 il öncə bunu əldə etdim. Təsəvvür edin ki, yayın istisində, qışın soyuğunda paltar sərib yığmaqdan azadsınız. Ən əsası isə bu böyük bir vaxt itkisidir. Bəlkə də bizləri tənbəl kimi fikirləşə bilərlər. Amma narahat olmayın, qadınların işi onsuz da bitmir. Bu vaxt ərzində ən qədər başqa bir işlərlə məşğul olmaq olar. Üstünlükləri çoxdur. Məsələn, paltarlarımızdan çıxan tozu özündə toplayır. Bu da toza qarşı həssas olan insanlar üçün bir tapıntıdır. Filtrlərin bu qaydada bir neçə yumadan sonra təmizləmək lazımdır. Daha bir filtr isə aşağı hissəsindədir, hansı ki 4-5 aydan bir təmizlənir. Bunu ekranında xüsusi bir işarəsi ilə özü xəbərdar edir. Mən isə bütün paltarlarımızı iç geyimindən tutmuş üst geyiminə qədər, yataq dəstləri, pakrival, yüngül yastıqlar, hər bir şeyi burada qurutmaq çox rahatdır. Bir də onu qeyd edim ki, ikisi birində almaq məsləhət deyil, paltar qurudanı ayrı almaq lazımdır. Belə əziz xanımlar, bu postu mütləq tərəddüddə olan dostlarınızla bölüşün. Çünki vaxtımız bizim üçün çox dəyərlidir.